Deməli, başlayaq 42-dən. Yenə də qiymətlər oblasının çoxluğunu tapın, yazıram. Sinus x vur kosinus x-in qiymətlər çoxluğu mənfi 2-də 1, 2-də 1 aralığıdır. Və sinus kvadratı x vurulsun kosinus kvadratı x-in də qiymətlər çoxluğu 0, 4-də 1 aralığıdır. Bu şəkildə. İndi buradan 42-ci sualda qiymətlər çoxluğundan kvadrat olduğuna görə olacaq 0, 4-də 1, üstə gəlsin 3. Bu da eləyir bizə 3 və 3 tam 4-də 1. Yəni C variantı. Keçirəm 43 də bundan eynidir. Yenə 0, 4-də 1 yazıb hesablayacağıq. 44-cü sualı yazıram. 44-cü sualda nə deyir? Deyir ifadəsinin qiymətini, deməli ifadə A ilə ifadə elə. Deməli, baxaq. Burada birinci sürəti vuruqlarını ayırsam, sinus alfa üstə gəlsin kosinus alfa, sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa çıx sinus alfa vur kosinus alfa. Bölünsün, məxrəcləri 2 bərabərdir. Deməli, sinus alfa vur kosinus alfa daha doğrusu toplamasının yerində A-dır. Bu hissəndə deməli, müxtəsərdən istifadə edərək yazaq. Bu hissə bizə 1 verir daha doğrusu. Bu hissə bizi verəcək 1, çıxılsın sinus alfa vur kosinus alfa bölünsün 2. Yəni biz burada nə etməliyik? Biz burada sinus alfa vur kosinus alfa hasını tapmalıyıq. Bunun üçün nə edirəm? Verilən şərti yazıram. Sinus alfa üstə gəlsin kosinus alfa bərabərdir A-ya. Bunun hər tərəfini kvadrata yüksəlsəm, olur sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa üstə gəlsin 2 sinus alfa kosinus alfa bərabərdir A kvadratına. Buradan da A kvadratı. Buradan da bu hissə bizə 1 verir. Bu 2 sinus alfadır. Sinus alfa vur kosinus alfa hasını da tapsam, olur A kvadratı çıx 1 bölü 2. Gətirib yerinə yazıram hazır qiymətin A kvadrat çıx 1 bölü 2-ni bərabərdir. A vurulsun, 1 çıxılsın, A kvadratı çıx 1 bölü 2. Bölünsün məxrəcini 2. Sürət məxrəcini 2-yə vursam olur 4. Burada da 3A çıx A kubu, yəni D variantı. Və keçirəm 45 eyni sualdır, keçirəm 46-cı suala. Deyir ki, 46-cı sualda funksiyanın qiymətlər çoxluğunu tap. Yenə yazıram bərabərdir. Və başlayaq mörtəzə xaricə çıxartmağa. Sinus x üstə 4, sinus üstə 4x üstə gəl kosinus üstə 4x. O da bərabərdir. Burada da nə edəyəm? Müxtəsər vurma düsturuna əsasən, bunu yazıram. Sinus kvadratı x üstə gəl kosinus kvadratı x-in bağla kvadratı çıxılsın 2 sinus kvadratı x kosinus kvadratı x. O da bərabərdir. 6 vurulsun. Mörtəzənin içəri hissəsi bu bizə 1-i verir. 1-in kvadratı ilə 1-dir. Çıxılsın. 2 vurulsun. Sinus kvadratı x, kosinus kvadratı x bərabərdir. O da bərabərdir 6 vurulsun, 1 çıxılsın. Biz bunun hazır qiymətlər çoxluğunu yazmışıq. 2 vur, sinus kvadratı x, kosinus kvadratı x qiymətlər çoxluğu 0, 4-də 1 aralığıdır. O da bərabərdir. 6 vurulsun, 1 çıx. 2-ni 0-a vuranda eləyir 0, 2-ni 4-də 1-ə vuranda olur 2-də 1. O da bərabərdir. Deməli, buradan da nə alacaq? Alacaq ki, bərabərdir. 6 vurulsun. 6 vurulsun. 1-dən 0 çıxanda 1, 1-dən 2-də 1 çıxanda 2-də 1. O da eləyir 2-də 1, 1 aralığı. 6-nı 2-də 1-ə vuranda olur 3, 6-nı 1-ə vuranda olur 6. Burada vurandan sonra, yəni ən böyük əksi aralı şəklində, məsəl üçün 1-dən 0 çıxanda 1 qalır. Burada 1-i bura yazmırıq da. Kesir bu tərəfə. Çünki 1-dən 2-də 1 çıxanda 2-də 1. Axı 1, 2-də 1 aralığı olmaz. Ona görə 2-də 1, 1. Aralığı düzəldib yazırıq. İntervalı yəni düzəldib yazırıq. 4 də bundan eyni tipli sualdır. Daha doğrusu 47. Keçirəm 48-ci sual. 48-ci sualda modulda bir ifadə verib onun qiymətini hesablayın deyir. Yazıram 3 modul sinus alfa çıxılsın kosinus alfa bərabərdir. Buna bir A deyirəm. Əslində bunlar demək olar ki, adi bildiyimiz rasional ifadələrdə çoxaddan vuruqlara ayrılmasında olan ifadələrdir. Sadəcə burada trigonometriya, yəni sinusla kosinusla ifadə olunur. Bunun hər tərəfini kvadratı yüksəldirəm. Hasili verib baxı. Kvadratı yüksəldirəm. Olur 3 sinus kvadratı. Daha doğrusu 3 olmasın, 9 olsun. 9 sinus kvadratı alfa. Üstə gəlsin 9 kosinus kvadratı alfa. 9 kosinus kvadratı alfa. Çıxılsın 6 vurulsun modulda sinus alfa vur modulda kosinus alfa. Bunu modulda yazdım. Çünki demək kvadratı modulda yazmağa ehtiyac yoxdur. Ona görə bu hissəni modulda yazdım. Bərabərdir A-nın kvadratına. İndi buradan 9-u çıxarsam sinus kvadratı alfa plus kosinus kvadratı alfa çıxılsın 6. Bunu da bir modulda yazıram. Sinus alfa vur kosinus alfa. Bərabərdir A kvadratına. Bu hissə bizə 1-i verir. Onca olacaq 9 çıxılsın 6 vurulsun. Sinus alfa vur kosinus alfa modulda 8-də 3. Elə o da 8-də 3 eləyir. Bərabərdir A kvadratına. A-nın kvadratı bərabərdir 9 çıxılsın. Deməli 4-də 9. Kəsəki 4-də 9. Bu da eləyir 4-də 27. 4-də 27.
Bir dəqiqə baxaq, hesab səhvi getmir. Demək, bu yazdığımı silirəm. Bu şəkildə yazmayaq bunu. Demək, yazıram ki, bərabərdir. Bunu 3 vurulsun kökün altında sinus alfa çıx kosinus alfanın kvadratı kimi. Olsa kvadratın kök gedib modula çıxacaq, düzdür? O da bərabərdir. 3 vurulsun kök altda sinus kvadratı alfa. Üstə gəl kosinus kvadratı alfa. Çıxılsın 2 sinus alfa, kosinus alfa. O da bərabərdir. 3 vurulsun kök altında 1 çıxılsın. 2 vur. Sinus alfa, kosinus alfa yerine 800 yazıram. 8'də 3. O da bərabərdir. 3 vurulsun. Deməli. 1 çıx. 4'də 3. O da 4'də 1 eləyir. 3 vur. 4'də 1'dən 2'də 1 çıxır olacaq. 1 10'da 5. 49 da bu şəkildə yazacağıq. Deməli. 49 da bu şəkildə yazacaq. Keçirəm 50-ci suala. 50-ci sualda nə edərəm? 50-ci sualda birinci bu ikisindən sinus kvadratı alfanı çıxarsam, sinus kvadratı alfanı çıxarsam, olacaq 1 çıx sinus kvadratı alfa, üstə gəlsin kosinusun üstündə 4 alfa. Bölünsün. Məxrəcdən də kosinus kvadratı alfanı çıxarsam, kosinus kvadratı alfa olur 1 çıxılsın kosinus kvadratı alfa. Üstə gəlsin sinus üstə 4 alfa. Aha, buradan da deməli nə olacaq? 1 çıx sinus kvadratı alfa bizə verir kosinus kvadratı alfanı. Yazıram sinus kvadratı alfa vur. Kosinus kvadratı alfa, üstə gəl kosinus üstə 4 alfa. Bölünsün. Məxrəcdə də bu hissə bizə verir sinus kvadratı alfanı. Sinus kvadratı alfa vur. Kosinus kvadratı alfa, üstə gəl sinus üstə 4 alfa. O da bərabər. Sürətdə burada nə edirik? Burada kosinus kvadratı alfanı çıxardıram mötərizə xaricinə. Olur sinus kvadratı. Deməli, sinus kvadratı alfa, üstə gəl kosinus 4-dən də kosinus kvadratı alfa qalır. Bölünsün. Məxrəcdə deyinilsin. Məxrəcdə sinus kvadratı alfanı çıxarsaq, olur kosinus kvadratı alfa, üstə gəl sinus kvadratı alfa. Bunlar ixtisarda gedir və yaxud da biri verir bizə. Qalır kosinus kvadratı alfa bölü sinus kvadratı alfa. Kosinus kvadratı alfa bölü sinus kvadratı alfa da kotangens kvadratı alfanı verir. Keçirəm 51-ci suala. 51-ci sualda deməli, 51-ci sualda nədir? Deyir, kəsri ixtisar edin. Birinci bunu əvəzləmə eləsək, məsələn, sinus alfaya 1a desəm, kosinus alfaya da 1b desəm. Olur nə? A kvadratı çıx 5a, üstə gəl 6 bölünsün. B kvadratı üstə gəl 2b çıx 1. Bərabərdir. Buruqlarını ayırsam, cəmi 5 hasili 6 olan ədədlər 2 ilə 3'dür. Bizə verir a minus 2, a minus 3. Bu da olur b minus 1'in kvadratı. B minus 1'in kvadratı. O da bərabərdir. A-nı yerinə yazıram elə sinus alfa çıx 2, sinus alfa çıx 3. Məxrəc də bizə verir ki, kosinus beta. Burada mən yanlış baxdım. Deməli, burada kosinus alfadır, burada sinus alfadır. Bunu birinci sadələşdirmək lazım idi. Bir dəqiqə. Burada səhv baxmışam. Suala səhv götürdüm. Deməli, yenə yazıram. Məxrəcə də sinus kvadratı alfa, üstə çıx 5 sinus alfa, üstə gəlsin 6 bölünsün. Məxrəci yazıram. Kosinus kvadratı alfa yazıram 1 minus sinus kvadratı alfa kimi. 1 minus sinus kvadratı alfa, üstə gəl 2 sinus alfa çıx 1. Burada birlər gedir. Sürəti bayaq yazmışdıq. Sinus alfaya bir a ilə əvəzləmişdik. Vuruqlarını da ayıranda olmuşdu, nə? Sinus alfa çıx 2, sinus alfa çıx 3 olmuşdur. Düzdür məxrəc. Daha doğrusu sürət. Məxrəcə də nə yazıram? Məxrəcə də mənfi sinus alfanı çıxarsam, qalır 1 çıx 2. Deməli, mənfi sinus alfanı çıxarsaq, qalır ki, sinus alfa çıx 2. Bunlar da ixtisar gedir. Qalır sinus alfa çıx 3 bölünsün mənfi sinus alfa. Və yaxud da 3 minus sinus alfa bölü sinus alfa D variantı. Baxıram 52-ci suala. 52-ci sualda ifadəni sadələşdirin deyir. İfadəni sadələşdirin. Burada nə edərik? Yenə ortaq məxrəcə gətirərəm. Sinus x bölünsün 1 minus kosinus x. Bunu da yazıram. Kotangesdə yazıram. Kosinus x bölü sinus x kimi. Ortaq məxrəcə gətirsəm olur. 1 minus kosinus x vurulsun sinus x. Sinus x. Sürətli olur sinus kvadratı x çıxılsın. 1 minus kosinus x vur kosinus x. Bunu yenə sadələşdirsək məxrəc oldu sinus x. Vurulsun 1 çıx kosinus x. Sürətdə də sinus kvadratı x çıxılsın kosinus x. Üstə gəl kosinus kvadratı x. Bunlar bizə 1'i verir. Deməli, olacaq nə? Olacaq ki, 1 çıx kosinus x bölünsün sinus x vurulsun 1 çıx kosinus x. Bunlar da gedir, olur 1 bölünsün sinus x. 1 bölünsün sinus x. Yəni D variantı. 53-də burada yenə çarpaz şəkildə vurub əvəzləmə aparıb yazarıq. 54-cü suala baxıram. Deməli, burada 54 nə edərik? Tan x-in yəni sinus bölü kosinus
yazıb əvəzləyə də bilərik. Kotangens, yəni kosinus və sinus yazıb ixtisarlara apara da bilərik, sadələşdirib. Mən bu şəkildə yazıram. 1 çıx tan x bölünsün. 1 plus tangens kvadrat x-in yəni yazıram 1 bölü kosinus kvadrat x. Üstə gəlsin 1 plus kot x bölünsün. 1 plus kotangens x kvadratı yəni yazıram 1 bölü sinus kvadrat x. Bunlar da çarpaz şəkildə yuxarı vurulacaq. Yəni 1 çıxılsın tan x yazıram sinus x böl kosinus x vurulsun kosinus kvadrat x. Üstə gəlinsin 1 plus kosinus x böl sinus x vurulsun sinus kvadrat x. O da eləyir ki, deməli, buradan da nə olacaq? Vurub atsaq, kosinus kvadratı x çıxılsın. Bunlar da ixtisar gedər, olacaq sinus x vur kosinus x. Üstə gəlsin. Sinus kvadratı x, ikinci mərtəbədən vurub atsaq, üstə gəl, ixtisar gedəcək sinus x vur kosinus x. Bunlar da bir-birinə islah olunur, qalır kosinus kvadratı x, sinus kvadratı x, bu da bizə 1-i verəcək. 55-ci suala baxıram. Deməli, 55-də də nə edərik? Nə deyir? Qiymətlər oblasını tapın. Bu da bayaqki sual tiplərindədir. Ortaq məxrəcə gətirsəm, olur sinus kvadratı x, kosinus kvadratı x. Və sürətdə də verir kosinus kvadratı x plus sinus kvadratı x. Sürət bizə 1-i verir. Məxrəcdə də elə sinus kvadratı vur kosinus kvadratı x. Bunun da qiymətlər oblasını tapanda 1 bölünsün. Bunun qiymətlər oblası yazmışdıq ki, 0,4-də 1-dir. Düzdür. Bunu da böləndə, deməli, olacaq, nə? Tərsinə çevrilir, olur 0,4 aralığı. Daha doğrusu 0,4 yox. Bir dəqiqə. Deməli, 1,4-də 1-ə böləndə 4 eləyir. 4 eləyir. Düzdür. Burada 0-ı almayacaq məxrəcdə olduğu üçün. Burada 0-ı almayacaq məxrəcdə olduğu üçün. 0 tam neçə? Məsələn, 0 tam 125, 0 tam yüzdə neçə? Onları da 1-ə böləndə getsə sonsuzluğa yaxınlaşır. Yəni 0-a yaxınlaşacaq sonsuzluğa. 4 müsbət sonsuzluq. Keçirik 56-cı suala. 56-cı sualda əvvəl yazdığım sual tiplərindən də deyə yazmıram. Burada da demək, sürət məxrəcini böləcəm nəyə? Ya da yazaq getsin. Sürət məxrəcini bölürəm kosinus kubuna. Çünki bizə tan lazımdır. Kosinus kubuna böləndə 1 üstə gəl. Sinus kubun kosinus kubuna böləndə olur tanın kubu alfa bölünsün. Sinus kubuna böldük 1. Daha doğrusu nəyə böldük? Kosinus kubuna bölmüşük. Onda olur sinus kubun kosinus kubuna böləndə olacaq tan kubu alfa. Üstə gəl. Bunu da sinus kubuna, daha doğrusu kosinus kubuna böləndə, kosinus kubu alfaya böləndə bunlar gedir. Qalır 3 sinus kvadrat alfa bölü kosinus kvadrat alfa da 3 tan kvadrat alfa eləyir. 3 tan kvadrat alfa. O da bərabərdir. 1 üstə gəl. Tan kubu, yəni 2-nin kubu 8 bölünsün. 2-nin kubu 8 üstə gəl. 3 vurulsun. 2-nin kvadratı 4. Bizə sürətdə olur 9, məxrəcdə olur 20. Yəni 20-də 9 Y variantı. Baxıram 57-ci suala. 57-ci sualda da deməli, kosinus 7x bölü 34 və kosinus 7x bölü 17. Bunu yazaq. Bunu əslində, deməli, biz bayaq dedim ki, 2 sinus alfa vur kosinus alfa bərabərdir sinus 2 alfaya. Düzdür. Bir də var kosinus 2 alfa. Kosinus 2 alfa da kosinus kvadrat alfa çıx sinus kvadrat alfa deməkdir. Və yaxud da, deməli, kosinus kvadratı alfa çıx 2 kosinus kvadrat alfa çıx 1 şəklində. Bu şəkildə də yaza bilərik. İndi bu düsturdan istifadə edəcəyik. Deməli, kosinus 2 alfa bərabərdir. Bunu buradan yazıram. Kosinus kvadratı alfa, daha doğrusu kosinus 2 alfa bərabərdir. Kosinus 2 alfa bərabərdir. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa. Aha, indi nə edirəm? Gələk başda yazmaq. Bu hissəni yazıram kosinus 2 vurulsun 7x böl 34. Bu bizə verir kosinus 7x böl 17. Bu da elə böyle kosinus 2 alfadır. Bu alfadır. Baxın, yəni bu kosinus 2 alfa. Bu da nəyə bərabər yazıq? Kosinus kvadratı alfa, yəni 7x böl 34. Çıxılsın sinus kvadratı alfa, yəni 7x böl 34. Bu da bərabərdir. Bərabər. Yəni, deməli, bizə nə lazımdır? Kosinus kvadratı 7x ilə sinus kvadratını tapmaq. Bunu da 1 ilə əvəz eləyirəm. Məsəl üçün, sinusun da yerinə 1 çıx kosinus kvadratı alfa yazdım. Olur 2 kosinus kvadratı 7x böl 34 çıxılsın 1. Yəni, biz sinus kvadratı alfanın yerinə yazdım. Biz demişdik ki, sinus kvadratı alfa nəyə bərabərdir? 1 çıx kosinus kvadratı alfa. Düzdür, yəni sinus kvadratı 7x böl 34-ü yəni yazdım. 1 çıxılsın kosinus kvadratı 7x böl 34. Bu şəkildə. Deməli, bir dənə kosinus kvadratı 7x böl 34-ü tapmaq lazımdır. Bunun üçün də üçbucaq qaydasından istifadə edəcəm. Bucaq. Bu da bizim, buna bir alfa kimi düşünsək. Bu bizim alfamız. Buna da bir alfa kimi düşünsək. Deməli, alfa nəyə bərabərdir? Kotangens alfa nəyə bərabərdir? Bitişik qatilin qarşıdakı qatili. Yəni 7-nin 1-ə. Onda burada olur kök 50. Deməli, bizdə nə deyir? 2 vurulsun kosinusun kvadratı. Kosinus nəyə bərabərdir? Bitişiyin hipotenuza 50-nin kvadratı çıx 1. O deyir 2 vur 14 böl 50 çıx 1.
1 dəqiqə, daha doğrusu 14 nə idi? 49. 2 vur 49, çıx 1. Buradan da 25-də 49, çıxılsın 1. Bu da bizə verir, olacaq neçə? Son olaraq 25-də 49-dan 1 çıxanda 0,96 olacaq. 0,96. Baxaq 58-ci suala. Deməli, burada bu sualların içərisində 2 qat arqumentin düsturları var idi. Sinus 2 alfa, kosinus 2 alfadan istifadə elədik. Amma onun qarşıdakı dərsdə, qabaqçı bölmədə daha dərindən öyrənəcəyik. Baxaq 59-cu suala. Deməli, 59-cu sualda ifadəni sadələşdirin deyir. Yazıram. 3 vurulsun, 1 çıxılsın. Sinus alfa vur kosinus alfa, sinus alfa vur kosinus alfa vurulsun. Tan alfanın yerinə yazıram. Sinus alfa bölünsün kosinus alfa. Üstə gəlinsin 3 sinus kvadrat alfa plus 2 bərabərdir. 3 vurulsun, 1 çıxılsın. Kosinus alfalar ekstra gedir, olur 1 çıxılsın sinusun kvadratı alfa. Üstə gəlsin 3 sinus kvadratı alfa, üstə gəl 2 bərabərdir. Buradan da 3 vurulsun. Bu sinus, 1 çıx sinus kvadrat alfa, kosinus kvadrat alfadır. Üstə gəlsin 3 sinus kvadrat alfa plus 2. O da bərabərdir. 3'ü çıxardanda qalır sinus kvadrat alfa plus deməli kosinus kvadratı alfa. Üstə gəl 2. Bu hissədə bizə 1'i verir. Olacaq 3 üstə gəl 2, yəni 5. 59-cu sual. 60 da bundan eyni tipdir. Baxıram 61-ci suala. 61-ci sualda nə deyir bizə? Deməli, yenə tan alfanın kvadratı, kot alfanın kvadratı ifadənin qiymətini hesablayın. Yazıram, bərabərdir. Deməli, yazıram, bərabərdir. Burada bu hissəni müxtəsərə görə köməkçi üstündən yazıram. Tan alfa üstə gəlsin kot alfanın bağlaq kvadratı, çıx 2 tan alfa vur kot alfa. O da bərabərdir. Bu isə verir bizə qiymətini 4 olacaq, 4'ün kvadratı, çıx 2 vur, tan alfa vur kot alfa da 1'dir. Bu da 16 çıx 2 olacaq 14. Və keçirəm 62-ci suala. 62-ci sualda da ifadəni sadələşdirin deyir. Burada da yenə deməli nə edə bilərik? Bu da əvvəlki suallarla oxşar sualdır. Sinus kvadratı yerinə yazıram 1 çıx kosinus kvadratı. X bölünsün 1 plus kosinus x. Üstə gəlsin sinus kvadratının yerinə yazıram 1 çıx kosinus kvadratı. X bölünsün 1 minus kosinus x. Buradan da olur ki, sürəti parçalasam 1, deməli sürəti parçalasam 1 minus kosinus x vurulsun 1 plus kosinus x bölünsün 1 plus kosinus x. Üstə gəlsin 1 minus kosinus x vurulsun 1 plus kosinus x bölünsün 1 minus kosinus x. Buradan kosinus x'lar getdi. Burada da 1 plus kosinus x'lar getdi. Deməli birincinin sürətində 1 minus kosinus x, ikincidə də qalıb 1 plus kosinus x. Və bunlar da kosinus x'lar da gedir, qalacaq 2. Keçirəm 64-cü suala. 64-cü sualda deməli 64-cü sualda ifadəni sadələşdirin deyir. Yazaq. Burada da yenə deməli yenə nə edirik? Sinus 6 kosinus 6'nı birinci azalda yazıram. Sinus kvadratı alfanın kubu üstə gəlsin. Kosinus kvadratı alfanın kubu üstə gəl 3 sinus kvadratı alfa vur kosinus kvadratı alfa çıx 1 bərabərdir. Bu şəkildə. Deməli o da bərabərdir. Burada bu hissəni kuba ayırsam bərabərdir olacaq deməli. Sinus kvadratı alfa üstə gəlsin kosinus kvadratı alfa sinus üstə 4 alfa üstə gəlsin kosinus üstü 4 alfa çıxılsın sinus kvadratı alfa vur kosinus kvadratı alfa üstə gəl 3 sinus kvadratı alfa vur kosinus kvadratı alfa çıx 1 bərabərdir. Bu hissə 1'i verir deyə onu yazmıram. Və olacaq ki buradan da. Deməli bunu da müxtəsərə əsasən sinus kvadratı alfa plus kosinus kvadratı alfanın kvadratı çıxılsın 2 sinus alfa kosinus alfa daha doğrusu sinus kvadratı alfa kosinus kvadratı alfa və burada bir dənə də sinus kvadratı alfa kosinus kvadratı alfa var idi bu hissə. Üstə gəlsin 3 sinus kvadratı alfa kosinus kvadratı alfa çıx 1 burada bərabərdir. Deməli bu bizə 1'i verir yenə. Yazıram 1 çıxılsın. Bu hissə verir 3 sinus kvadratı alfa kosinus kvadratı alfa. Üstə gəl 3 sinus kvadratı alfa kosinus kvadratı alfa çıx 1. Bunlar islah olundu. 1'dən də 1 çıxanda 0. Deməli 64-cü sualda oldu 0. Keçək 65-ə. 65'də nədir? 65'də deyir ki, tan alfa 2'də 1 olarsa 1 çıx 5 kosinus kvadratı alfanın tanı. Deməli bunu düsturla yazacağım. İstəyirsə üçbucaq qaydasının yanında yaza bilərik. İstəyirsə üçbucaqla yazaq.
Üçbucaq qaydasına yazsam, bura alfa olsun. Tan alfa nəyə bərabərdir? Qarşıdakının bitişiyə nisbəti. Aha, 1, 2, onda bura olur kök 5. Onda bizim kosinus alfamız da olacaq. 1 bitişiyə hipotenuza 2-nin kök 5-ə. Və yazıram 8 çıxılsın 5 vur. Kosinus kvadrat alfanın yerinə, yəni kosinus kvadrat alfanın yerinə yazıram 2 böl kök 5-in kvadratı. O da 8 çıx 5 vurulsun, 8 çıxılsın 5 vurulsun, 4 böl 5. Burada 5'lər gedir, 8 çıx 4 eləyəcək 4. 65-də də olacaq, deməli 4. Keçirəm 66-cı sualda bununla eyni tipdir. Dediyim kimi onu yeni istəsəz üçbucaqla yazın, istəsəz əvəzləməklə. 67-də deyir ki, tan gəz alfa. Bu nə deməkdir? Yəni biz bilirik ki, tan alfa vur kot alfa bərabərdir 1-ə. Yəni burada da bu hasil 1-dir. 1-dirsə deməli bunlar hər ikisi eyni olmalıdır. Yəni hər ikisi alfa olmalıdır. Yəni 3a kvadratı üstə gəl 5a plus 8 bərabər olmalıdır. 2a kvadratı üstə gəl 9a plus 20-yə. Bunlar bir-birinə bərabər olmalıdır. 3a kvadratını 2a kvadrat çıxanda qalır a kvadratı. 5a'dan 9a çıxanda edir 4a. 8-in 20 çıxanda edir -12 bərabərdir 0-a. Buradan a-nın hansı natural qiymətinə bərabərlik də olur. Cəmi 4 hasili -12 ədədlər. Demək, cəmi 4 hasili -12 ədədlər. A1 olur -2, A2 olur 6. Bu kənar kökdür çünki natural deyil. Biz ona görə 6-nı götürəcək. Keçirəm. Deməli 67 yazıq, 68-də, burada da 68-də də. Yenə bunlar hər ikisi eyni olmalıdır. Çünki sinus kvadrat alfa ilə kosinus kvadrat alfanın cəmi 1-ə bərabərdir. Bu da eyni sualdır. Bunu da keçdik. Gəlirəm 69-cu suala. Kotanges alfa 3-də 1 verib. Yenə üçbucaq üsulundan istifadə edərəm. Bura alfa yazıram. Kotanges alfa bitişiyin qarşıdakına, yəni 1-in 3-ə nisbətidir və hipotenuzda olacaq kökü Pifaqora görə. İndi deyir ki, sinus alfa. Sinus alfamızı tapıram. Sinus alfamız nəyə bərabərdir? Qarşıdakının hipotenuza nisbəti. İndi bizə deyir sinus kvadratı. Bunu da belə yazıram. Sinus kvadratı alfanı çıxarsam mötərizə xaricinə olur 1 çıx sinus kvadratı alfa. İsə siz yerinə də qoyarsınız. Burada 4-cü dərəcəyə görə qoymadım yerinə. Bu da sinus kvadratı alfa. Vurulsun, bu isə də bizə kosinus kvadratı alfanı verir. Onda burada kosinus alfanı tapıram. Kosinus alfa nəyə bərabərdir? Bitişiyin hipotenuza nisbəti. İndi gətirib qiymətləri yerinə yazıram. 1 olacaq 3 böl kök 10-un kvadratı. 1 olacaq 1 böl kök 10-un kvadratı. Burada da 3 böl kök 10 edir 9 böl 10. Vurulsun 1 böl 10. Eləyəcək %9. Deməli, bu da %9. Bunu da onluq kəsirlə yazıq. %9. 70-ci suala keçirəm. Deməli, baxıram indi 70-ci suala. Deyir, tan x plus kotan gəz x 3-dür. Bu ifadəni sadələşdirin. İfadəni sadələşdirirəm, yazıram, bərabərdir. Sürəti neyini? Sürəti kuba görə açıram. Tan x, kot x, mötərizədə tan kvadratı x, üstə gəl kot kvadratı x, üstə gəl tan x vur kot x. Bu şəkildə. Məxrəcdə də tan x çıx kot x. Bunlar ixtisar gedir, qalır. Tan kvadratı x plus kot kvadratı x üstə gəlsin, hasili bilirik ki 1-dir. Üstə gəl 1. Bərabərdir yazıram. Bu hissəni köməklə düstürəsəsən yazıram. Tan x üstə gəl kot x-in kvadratı çıxılsın 2 tan x vur kot x üstə gəl 1. O da bərabərdir. Buradan da tan x plus kot x bizə verirdi 3. Demək 3-ün kvadratı çıxılsın. Bu isə bizə 1 verir. Ona görə 2 vur 1 üstə gəl 1. Bu deyir 9 çıx 2 7 üstə 1 yəni 8. Demək 70-in də cavabını 8 tapdığımıza keçirəm 71-ə. 71 və 72-ci suala. 71-də deyir ki, sinus alfa bərabərdir kot alfaya. İfadənin qiymətini hesabla. Yazaq. Deməli, baxaq burada necə yazıram. Yazıram sinus alfa bərabərdir kot alfa, yəni yazıram kos alfa böl sin alfa. Burada çarpaz vursaq, sinus kvadratı alfa bərabərdir kosinus alfaya. Demək, kosinus alfanın yerinə sinus kvadratı alfa yaza bilərəm. Yazıram 4 çıxılsın, kosinus kvadratı alfa çıx. Kosinus alfanın yerinə yazıram sinus kvadratı alfa. O da bərabərdir 4 çıxılsın. Kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa. O da bizə verir 4 çıxılsın 1, yəni 3. 71-də də 3 olduğu üçün keçirəm 72-ci suala. 72-ci suala baxıram. Deməli, yenə tan alfa, kot alfa 3 verib qiyməti verilən ifadəni sadələşdirin deyir. Burada yazıram nə? Tan kvadratı alfa üstə gəl kot kvadratı alfa çıxılsın 1 bölünsün sinus alfa vur kosinus alfa. Kosinus alfa. Deməli, bunu yenə müxtəsərə görə nəsə bir şey yaza bilərik. Yazaq. Sildim. Yazıram. Müxtəsər olmasına tan alfa üstə gəl kot alfanın kvadratı çıx 2 tan alfa vur kot alfa.
çıxılsın 1 bölünsün sin alfa vur kos alfa bərabərdir. Bu isə vermişdi qiymətini 3. 3-ün kvadratı 9 çıxılsın. Bu da bizə hasil 1 verdi, çıx 2. Çıxılsın 1 bölünsün sinus alfa vur kosinus alfa. O da bərabərdir. 7 çıxılsın 1 bölünsün sinus alfa vur kosinus alfa. İndi bu ifadənin qiymətindən sinus alfa vur kosinus alfanı tapmalıyam. Bunun üçün nə edirəm? Bunun üçün yazıram burada. Deməli, buradan yazıram. Tan alfa plus kot alfa bərabərdir 3-ü açıq şəkildə yazıram. Yuxarıdan yazım. Silin bu hissəni. Deməli, yazıram ki, sinus alfa böl kosinus alfa üstə gəlsin. Kosinus alfa böl sinus alfa bərabərdir 3-ə. Düzdür. Ortaq məxrəcə gətirsəm, kosinus alfa vur sinus alfa. Demək, ortaq məxrəcə gətirəndə olur sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfa bərabərdir 3-ə. Buradan da sürət bizə 1 verir. 1 bölünsün kosinus alfa vur sinus alfa bərabərdir 3-ə. Biz də burada verilən bu 1 böl sinus alfa vur kosinus alfanı təzədən burada 3 tapdıq. Yəni 7 çıx 3 olacaq 4. Bu da 72-ci sual idi. Keçirəm 73-cü suala. 73-cü sualda nədir? Deyir ki, sinus alfa kosinus alfa 2 böl 7 olarsa, bu verilən ifadəsinin demək qiymətini hesabla. Yazaq. Deməli, bu nəyə bərabərdir? Deməli, birinci bu verilən ifadəni yazıram. Sinus alfa çıx kosinus alfa bərabərdir 2 böl 7. Bunun hər tərəfini kvadratı yüksəldirəm. Olur sinusun kvadratı alfa üstə gəl kosinusun kvadratı alfa çıxılsın 2 sinus alfa vur kosinus alfa bərabərdir 4 bölü 7-yə. Bu da bizə 1'i verir. 2 sinus alfa kosinus alfanı tapsam 2 sinus alfa vur kosinus alfanın bərabərdir. 7'də 4'dən 1 çıxanda olur mənfi 7'də 3 mənfi də var deyə olur elə 7'də 3. Bu şəkildə. Bu bizə də verir sinus 2 alfanı. Sinus 2 alfa bərabər oldu 7'də 3'ə. Deməli, bunun dərsdə də dedim izahda. Sinus 2 alfa bərabərdir 7'də 3. İndi bizə nə deyir? Deyir ki, 7 cos 2 alfanın kvadratını tapın. Bu da bizə verir 49 kosinus kvadratı 2 alfa. Düzdür. 49 vurulsun. Kosinus kvadratı 2 alfa. Biz bilirik ki, bu hissəni silirəm. Biz bilirik ki, kosinus kvadratı alfa bərabərdir sinus kvadratı alfa çıx 1'dir. Daha doğrusu 1 çıxılsın sinus kvadratı alfadır. İndi burada 2 alfadır. Onda kosinus kvadratı 2 alfa da bərabərdir. 1 çıxılsın sinus kvadratı 2 alfa. Yəni argumentlər eyni olur. Burada argumentimiz alfadırsa burada alfa olur. Burada 2 alfadırsa onda burada 2 alfa olur. Onu da yazıram. 49 kosinus kvadratı 2 alfa yəni yazıram. 1 çıxılsın sinus kvadratı 2 alfa. O da bərabərdir. 49 vurulsun. 1 çıxılsın. Sinus kvadratı deməli 2 alfa. Sinus alfa 7'də 3'də kvadratda 49'da 49 deməli 49'da 9'da. Silirəm o yuxarına. O da eləyəcək. Deməli 49 vurulsun. 1 çıxılsın. 49'da 9 aldıq. O da eləyir 49 vurulsun. 49'da 40. Bunlar da gedir qalır 40. Bu da oldu. Deməli 73-cü sual. Keçirim 74'ə. 74'də. Deyir ki, x-ın 0 pi arasındadır. 4 bölünsün sinus x bərabər 2 kök 5 bölü kosinus x bərabər olursa a-nı tapın. Deməli, burada nə edə bilərik? A-nı tapın deyir. Baxaq. Deməli, 4 bölünsün sinus x bərabərdir 2 kök 5 bölünsün kosinus x-a. Onu da yazaram. Deməli, 4 kosinus x bərabərdir 2 kök 5 sinus x. 2 kök 5 sinus x. Buradan da hər tərəfin sinus x-ə bölsəm, olur 4 kosinus x böl sinus x bərabərdir 2 kök 5'ə. Hələ ki yazıram. Deməli, bu isə bizə verir kotangis. Hər tərəfini təzən 4'ə bölsək, qalır kot x bərabərdir 2 kök 5'də 4'ə bölən olur kök 5 böl 2. İndi kotangis x-i tapdıq. Burada bir dənə 3 bucaq qaydasını istifadə edəcəm. Deməli, bura olsun x bucağı. Kotangis bitişiyin qarşıdakına bərabərdir. Onun hipotenuzumuz 3'dür. Burada a-nı tap deyir. Mən elə bir dənə 4 böl sinus x də bərabərdir a-ya. Düzdür. Burada sinus x-i yerinə yazsam a-nı tapa bilərəm. Sinus x-də bu 3 bucaqdan istifadə edirəm. Sinus x-də nəyə bərabərdir? Qarşıdakının hipotenuza. 2-ci. Gətirib yerinə yazıram. 4 bölünsün 3'də 2 bərabərdir a-ya. Buradan da a-nı tapsaq 4'ü 2-də vuranda olacaq 6. Qiymətimiz oldu 6. Keçirəm 75-ci suala. 75'də nə deyir? Deyir ki, tan alfa üstə gəl. Bu da yenə yazdığımız sual tipindəndir. Kuba yüksəldirəm. Tan alfa plus kot alfa yazıram. Tan alfa plus kot alfa tan kvadratı alfa plus kot kvadratı alfa çıxılsın. Demək tan alfa vur kot alfa. O da bərabərdir.
Birinci 3'ü verir. 3 vurulsun. Bu hissəni müxtəsərə görə yazıram. Tan alfa plus kod alfanın kvadratı çıx 2 tan alfa vur kod alfa. Çıxılsın bir dənə də tan alfa vur kod alfa var. Kod alfa. O da bərabərdir. 3 vurulsun. Tan alfa plus kod alfa yerine 3 qoysaq 3'ün kvadratı. Çıxılsın 3 dənə tan alfa vur kod alfa. O da bizə 1'i verir. 3 də 1'ə vuranda olacaq 3. 3 vurulsun. 9 çıx 3 eləyir 6 vur 3 18. 76 da bundan eyni tipli. Keçirəm 77-ci sualı. 77-ci sual edir. P parametrinin hansı müsbət qiymətinə müəyyən alfa bucaq üçün sinus alfa, kosinus alfa tənliyinin kökləri olar. Demək, tənliyin kökləri olar deyirsəm, yazıram. X kvadratı çıxılsın, hər tane 8'ə bölsəm, P böl 8, X çıxılsın 3 böl 8 bərabər 0. Tənliyin kökləri sinus alfa və kosinus alfa üçün, sinus alfa üzrə kosinus alfa bərabərdir P böl 8'ə və sinus alfa vur kosinus alfa bərabərdir mənfi 3 böl 8'ə. Və P-nin hansı qiymətini soruşur? Bunu mən hər tərəfin kvadratı yüksəldərəm. Kvadrat yüksəlsəm onda olur. Sinus kvadratı alfa üstə gəlsin. Kosinus kvadratı alfa. Üstə gəl 2 sinus alfa kosinus alfa bərabərdir P kvadratı böl 64. Bu isə bizə yenə 1'i verir. 1 üstə gəl 2 vurulsun. Sinus alfa vur kosinus alfanın yerinə də mənfi 3 böl 8 bərabərdir P kvadratı böl 64. Buradan da olur ki 1 üstə gəl deməli daha doğrusu 1 çıx yazıq. 1 çıx 4'də 3 bərabərdir P kvadratı böl 64'də. Bundan da 4'də 1 bərabərdir P kvadratı böl 64'də. P kvadrat bərabərdir 16'ya, P bərabərdir müsbət mənfi 4'ə. Bizdən də müsbət qiymətini istədiyi üçün P bərabər 4 götürəcək. Yəni, bu da 77-ci sual və sonuncu sual. 78 də eynidir.